5% çıxımla 94-ə baxırıq. 75% çıxımla 16.8 alınır. Görək 100% çıxımla nə qədər alınır? Bir dənə bunu da mənə kömək edin, zəhmət olmasın. 25-i apararam 3 dəfə, 4 dəfə. Bu 3 ilə 16.8-i apararam 5 tam onda 6. 5 tam onda 6-nı da 4-ə vuraram 22.4. Yəni baxın bura qədər görün məsələni anlayırsınız yoxsa? Deməli uşaqlar biz tapdıq ki 75% çıxımdan bu qədərdirsə 100% çıxımdan bu qədər alınır. Deməli biz tapdıq ki 60 qram spirtdən neçə litr alken alındı? 22.4 litr. 22.4 litr də uşaqlar neçə mol deməkdir? 22.4 litr neçə mol deməkdir? 1 mol demək deyil, 1 mol. 1 mol. Spirtin mən sizə bayaq dedim, spirt budur, CnH2n+2 odur. Alken isə budur. Bu reaksiya neçə moldan neçə mol alınırdı? Spirtdən alkenin alınmasını keçəndə demişdim. Neçə mol spirtdən neçə mol alken alınır? Bayaq sual cavabda da işlətdik. 1 moldan 1 mol. İndi 1 mol spirti alkenin molla yazmışamsa burada altında mol yazılır. 1 mol alken 1 mol spirtdən alınır. Spirti isə kütlə ilə yazılır. 1 mol spirtin kütləsi də bunun emeri nə qədər edir? Hesablasaz bilirsiniz də 14-ün üstə gəl 14-ün üzərinə gəlsin 18. Ay sağ ol. Çarpaz vururam. 14-ün üstə 18 bərabər 60 n bərabərdir 3-ə. Spirtin formulunu istəyir bizdən C3H7OH. C variantı qəşəng sual. Baxın bir dənə təzədən görün nəyi